Mart ayı adətən təbiətin oyanışı ilə yadda qalır. Bu gün martın 1-dir və hər yer ağ örpəyə bürünüb. Biz kənddə qalırıq və kəndimizdə qaz xətti yoxdur. Buna görə də qızınmaq üçün tək yolumuz odun Odun peçi peçidir. Keçmişdən gəlir və bizim üçün çox dəyərlidir. Hətta şirin söhbətlərin şahidi belə deyərdik. Amma etiraf edim ki, odun peçi olduqca yorucudur. Həm də evə odun daşımaq evi əlavə çirkləndirir. Belə deyək ki, gün ərzində kənddə yaşayan insanlar 2 saat ərzində odun daşımaq və yaxud peçi qurdalamaqla zaman keçirir. Ümid edirəm ki, bu il odun peçi ilə sağollaşıb kombis dili ilə salamlaşacağıq. Hində məni gözləyən dilsiz ağızsız toyuqlarımı da unutmuram. Belə havalarda onları isti su ilə təmin edirəm ki, yumurtadan kəsməsinlər. Təndirdə çörək yapmaq mənim arzumdur. Hələ ki arzu olaraq da qalıb. Mayalanmış xəmiri soba tavalarında kündələyib yayıram və təkrar 30 dəqiqə gözlədirəm. Bu halda çörək daha yumşaq alınır. Gələn videolarda səməni halvasını necə hazırlayıram sizinlə bölüşəcəm. Allaha əmanət olun. Kənd həyatını sevirsinizsə izləmədə qalın.